Lənkəranda Stalinin məhbus olduğu zindan. 18-ci əsrdə qırmızı kərpicdən tikilən zindan qala bir vaxtlar şəhərin müdafiə sisteminin bir hissəsi, sonralar isə zindana çevrilmişdi. Divarların qalınlığı 2,8 metrə çatır. Gizli yeraltı tunel isə qaladan mayaka qədər uzanırdı. Bu tunel və sirli keçmişi zindana qorxulu şöhrət qazandırmışdı. Bəzi mənbələrə görə 1903-cü və 1904-cü illərdə gənc Yosif Stalin burada dustaq olmuşdur. O, poçt qatarını qarət etməkdə ittiham olunmuşdur. Rəvayətə görə, o məhz həmin yeraltı tuneldən istifadə edərək mayaka çatıb və Xəzər dənizi ilə şəhərdən qaçmışdı. Hazırda zindan qala ziyarətçilər üçün bağlıdır və restavrasiya işləri aparılır. Bir zamanlar şəhəri qoruyan bu qurulunun bugün isə özünün qorunmağa ehtiyacı var. Bəlkə də bu divarlar daha böyük sirlərə sahibdir.